Ermənilərin Qarabağda törətdiyi dəhşətli qətliamlardan daha biri Qaradağlı faciəsindən 31 il ötür. 1992-ci ilin fevralında erməni hərbi birləşmələri Xankəndidə yerləşən keçmiş SSR silahlı qüvvələrinin 366-cı moto atıcı alayının hərbi qüvvəsinin və texnikasının köməyi ilə Xocavəndin Qaradağlı kəndinə hücum ediblər. Yerli sakinlərin kəndi müdafiə etməsinə baxmayaraq, fevralın 17-sində qeyri-bərabər döyüşlərdə kənd işğal olunub və nəticə etibarilə 90-dan çox mülki şəxs qəddarcasına qətlə yetirilib. Əsir götürülən kənd sakinlərinə işgəncələr verilib. Onlardan 68 nəfəri öldürülüb, 50 nəfəri böyük bir çətinliklərlə əsirlikdən azad oluna bilib. Azad olunanların 5-i qadın olmaqla 18 nəfəri aldıqları sağalmaz yaralardan sonralar vəfat eləyiblər. Öldürülənlərdən 21-i ahıl və qocalar, 10-u qadın, 8-i məktəbli olub. 146 uşaq atasız, anasız yetim qalıb. İşğal nəticəsində kənddə 200 yaşayış, bir mədəniyyət evi, 320 yerlik orta məktəb, 25 çarpayılıq xəstəxana binası və digər sosial obyektlər dağıdılıb. Kəndin 800-ədək sakini məcburi köçkün vəziyyətinə düşüb.